Şükrün 3 mərhələsi var. Kanət ma'rifətuhu şükran. Birincisi, biləsən ki, neymət verən kimdir. Onu bilmək özü elə şükrün bir mərhələsidir. İkincisi, dillə şükür. Ən yaxşı şükür zikri yadınızda saxlayın, əlhəmdülillahdır. Ən yaxşı şükrün zikri dildə əlhəmdülillahdır. Üçüncüsü, bədən üzvləri ilə. Şükrün ni'am, ictinabul məharim. İstəyirsən, bütün bədən üzvlərin şükrünü yerinə yetirəsən, var dövlətin şükrünü yerinə yetirəsən, bir yolu var. Yolu budur ki, harama sərf eləməyəsən. İlahi, mənə şükür ki, göz vermirsən, şükür eləyirsən, sonra məsələn naməhrəmə baxırsan. Bu şükür olmadı. İlahi, şükür mənə dil vermirsən, şükür eləyirsən, sonra kiminsə haqqında lazım olmayan sözü danışırsan. Bu şükür olmadı. Ondansa demə, İlahim çox şükür, demə. Amma bu neymətlərdən günah eləmə. Bu oldu şükür.